Uyğunluğu müəyyən edin deyir. Hadisə, nəticə. Hastings döyüşünün baş verməsi Fransada mərkəzləşmiş dövlətin əsası qoyuldu. Hastings döyüşü 1066-cı ildə baş verir və bu zaman İngiltərədə mərkəzləşmiş dövlətin əsası qoyulur. Bir yanlışdır. Bizansın xaçlılara dəstək verməməsi 2-ci xaçlı yürüşü uğursuzluqla başa çatdı. Bu ifadə düzgündür. Yəni burada səhvlik yoxdur. 3 nömrəyə baxırıq. Avropada Rekonquista hərəkatının baş verməsi, Latin imperiyasının yaradılması. Avropada Rekonquista hərəkatı İspaniyada baş verir. Müsəlmanlar yəni Avropadan qovulur. Lakin Latin imperiyası 4-cü səlib yürüşü nəticəsində yaranıbdır. Yəni bu hadisələr bir-biri ilə əlaqəsizdir. Vestfaliya sülhünün imzalanması Avropada dini müharibələrin başlanğıcı qoyuldu ifadəsi yanlışdır. Başlanğıcı qoyulmur, dini müharibələrə son qoyulur. Ona görə 4-də çıxırıq. Augsburg sazişinin imzalanması protestantların din azadlığı tanındı. 1555-ci ildə Augsburg sazişi imzalanıbdır və həqiqətən də protestantların din azadlığı tanınıbdır. Ona görə burada bizim düzgün cavabımız 2 və 5 olacaqdır.